Dünya sənin, dünya mənim, dünya heç kimi mahnısı 35 ildən çoxdur ki, sevilərək dinlənilir. Mahnının sözləri Məmməd Araza məxsusdur. Məmməd Araz bu şeiri 1976-cı ildə yazıb. Musiqisi isə xalq artisti Niyaməddin Musayevə məxsusdur. 1986-cı ildə Niyaməddin Musayev xəstəxanada yatanda ziyarətə gələn qonaqlardan biri ona Məmməd Arazın kitabını gətirir. Həmin kitabda Dünya sənin, dünya mənim şeiri müğənniyə çox təsir edir. Niyaməddin Musayev belə deyir: "Şeiri oxuyanda çox kövrəldim. Onda vəziyyətim yaxşı değildi. Dedim, ay Allah, uşaqlar körpədir. Mən dünyamı dəyişsəm, onları kim saxlayacaq? Kim dəstək olacaq?" Bu mənə çox pis təsir etdi. Elə o nəğməni də xəstəxanada stolun üstünə çırpma vura-vura yazdım. Niyaməddin Musayev mahnının əvvəlində girişin çox uzun olmasını belə izah edir. Bu elə bir nəğmədir ki, birdən-birə başlasaydı, o fəlsəfəni aça bilməzdik. Çünki sözlər başdan axıra qədər kədərdir. Musiqi isə ritmikdir. Yəni sözlərin musiqi ilə bağlantısı olmalıdır. Ona görə o cür başlayıram. İnsan qulaq asır, duyğulanır, gözləyir, ritm gəlir, ondan sonra söz uzlaşır. Dünya da başdan ayağa ritmdir. Mahnı Niyaməddin Musayevin ifasında ilk dəfə 1988-ci ildə eşidilir. Dünya sənin, dünya mənim Ulu Öndər Heydər Əliyevin də sevdiyi mahnı olub. Olanlar mən burada işləyəndə bu Niyaməddin təzə çıxmışdı meydana. Bu rəhmətli Niyazi da bu filarmoniyanın direktoruydu. Gəlib şəhət edirlər, bu kompozitorlar bilərlər yəqin, yadındadır. Ki bu Niyazi götürüb bu filarmoniyanı verib bu Niyaməddinin əlinə, Niyaməddin gündə gəlir oxuyur, başqalarını qoymurlar, falan nəmirlər. Mən də bu mahnıların zadını eşitmişdim, bilirdim ki, yaxşı oxuyur, yaxşı oxuyur. Bir gün Niyazi mənim yanıma gələndə deyim, ya səndən şikayət edirlər ki, bəs belə falan demişəm. Deyir, onlar bilmirlər. Bu deyir, çox böyük bir sənətkardır, çox gözəl səsi var. Necə bir, mən deyir, sizə dirijor kimi, necə bir bəstəkar kimi deyirəm. Bunlar bilmir. Dedim, doğru deyirsən, mən də belə fikirdəyəm. O vaxtlar bunu sıxışdırırdılar, ona görə də ad verməyiblərlər. Bunun bir adı var, o da Naxçıvan Muxtar Respublikası deməklər. Naxçıvan Muxtar Respublikası. İndi əgər bu işlər düzəlsə, bu yazıçılar zatlar bizə razılıq versələr ki, bu adlar verilsin. Əvvəlcədən sənə deyirəm, sənə Azərbaycan xalq artisti adı verəcəyim. Mən bura təzə gələndə 93-cü ildə soruşdum səni, dedilər ki, Niyaməddin ta oxumağı atıbdı, bizneslə məşğul. Dedim, elə şey olmaz. Niyaməddin oxumağıdır. O vaxtda yadımdadır mən orada. O Bəxtiyar Babzadə, Məmməd Arazla söhbət edəndə mən dedim ki, indi də xalq artisti oldum. Yaxşı müğənnidir, çox gözəl.